Hər vaxtınız xeyir olsun, dəyərli dövlət qulluğuna hazırlaşan namizədlər. Bu günləri sizlərlə yeni bir video rekord çəkməyə qərarına gəldik. Daha doğrusu sizlər üçün çəkməyə qərarına gəldik. Bu video dərs izahında kateqoriyaları izah edəcəyik. Bildiyiniz kimi qəbul olunmuş yeni qanunla, dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan kateqoriyalara, təsnifatlara və həmçinin əməyin ödəniş sisteminə dəyişikliklər edildi. Hər birini biz pillə-pillə izah edəcəyik. Ən birinci kateqoriyalardan başlayırıq. Kateqoriyalardan sonra təsnifatlar və ardınca isə əməyin ödəniş sistemi gələcək. Kateqoriyalardan başlayaq. Bilirsiniz ki, ən birinci olaraq kateqoriyalarda 6 kateqoriya var. Yəni ali kateqoriya daxil olmaqla 6 kateqoriya mövcuddur. Ümumiyyətlə biz bu kateqoriyaları necə öyrənə bilərik, necə mənimsəyə bilərik? Bunun müxtəlif üsulları var və biz bir üsula güvənməli deyilik. Hər iki nə qədər üsul biliriksə onu o üsullardan istifadə edərək daha yaxşı, daha yüksək səviyyədə öyrənməliyik və nəyə görə? Ən birinci burada kateqoriyaları əzbərləməliyik. Əzbərlədikdən sonra təkcə əzbərçiliyə güvənməli deyilik. Çünki imtahanda daha çox stres yaşaya bilərik. Stres vaxtı nəyisə qarışdıra bilərik, yadımızda olmaz. Ondan əlavə bildiyimiz üzrə müəyyən açar sözlərlə müəyyən kateqoriyaları dövlət orqanlarına fərqləndirmə metodlarımız var. Onlardan da ən maksimum, ən yüksək səviyyədə istifadə etməyi bacarmalıyıq. Bayaq vurğuladığım kimi yenə də vurğulayıram ki, bir üsula güvənməli deyilik. Yenə də açar sözlərə güvənib kateqoriyaları fərqləndirmək, tək buna güvənib düzgün deyil. Hər iki metoddan istifadə etsək, kateqoriyalar bizim yaddaşımızda daha uzun ömürlü qalar və həmçinin imtahanda da bunu qarışdırmarıq. Gəlin keçək ən birinci olan ali kateqoriya orqanına. Həmçinin onu vurğulayım ki, burada dəyişikliklər nədir, nə olmayıb, onu da ümumi olaraq mən sizə izah edəcəm. Ali kateqoriya orqanı burada gördüyünüz üzrə belə bir çətin bir şey yoxdur. Ən birinci olaraq biz belə deyək, ən birinci ümumiyyətlə bu kateqoriyanı əzbərləsək daha yaxşı olar. Çünki elə də çox deyil, azdır həcmi və həmin bunu əzbərləməklə biz artıq biləcəyik ki, məsələn, bu Prezident Administrasiyası, İşlər İdarəsi, Xüsusi Tibb Xidməti, Təhlükəsizlik Şurasının katibi, Milli Məclis, Nazirlər, Konstitusiya, Ali Məhkəmə, həmçinin dövlət başçısının, burada qeyd etməmişik, dövlət başçısının icra səlahiyyətlərini həyata keçirən orqanlar var. Daha doğrusu, dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqanları var. Yəni, onlar da protokol xidmətidir və s. və ilaxır. Ən birinci gələk buna deyək ki, baxın, burada ali kateqoriyada Prezident Administrasiyasıdır, Prezident İşlər İdarəsidir, Prezidentin Xüsusi Tibb Xidmətidir, Təhlükəsizlik Şurasının katibinin xidmətidir, Milli Məclisdir, Nazirlər Kabinetidir, Konstitusiya Məhkəməsidir, Ali Məhkəmədir. Burada ən birinci yadımızda saxlayaq ki, prezidentə aid olanlar nə varsa, prezidentə aid olanlar hamısı ali kateqoriyaya məxsusdur. Hamısı. Prezidentin İşlər İdarəsidir. Görürsünüz, qarşısında prezident sözü var. Prezident Administrasiyası, Prezident İşlər İdarəsi, Xüsusi Tibb Xidməti, həmçinin digər protokol xidməti var burada, düzdür, biz qeyd etməmişik. Yəni, burada prezident qarşısında görürsünüzsə, prezidentə aid olanlar hamısı ali kateqoriyadır. Hamısı ali kateqoriyaya aid edir. Digəri gələk ikinci. Burada bilək ki, ali kateqoriyada Naxçıvana aid, yəni Nemeyrə və prokurorluğa aid heç bir şey yoxdur. Bunu mütləq və mütləq yadımızda saxlayaq. Yəni, hər hansısa tutalım, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi görəndə özümüzü itirməyək. Bilək ki, bu yəni, ali kateqoriyaya aid deyil. Həmçinin prokurorluğu da, baş prokurorluq, bəzi namizədlər qarışdırırlar ali kateqoriya ilə. Baş prokurorluq ali kateqoriyaya aid deyil. Bunu bilək ki, Nemeyr və prokurorluğa aid hər hansısa bir orqan ali kateqoriyada mövcud deyil.
Təkrar deyirəm, qarşısında prezident aid olanları gördükdə aid eləyirik ali kateqoriyaya. Keçək növbəti birinci kateqoriyaya. Həmçinin birinci kateqoriyada eynilə elə çox bir həcmə malik deyil. Bunu da ən yaxşı üsul bizim əzbərləməyimizdir, daha yaxşı yadda saxlamağımız üçün. Burada xüsusi bir kod yoxdur. Yəni ümumiyyətlə açar sözlər nələrdən ibarətdir? Mən orqanlar üzrə növbəti indi izahlarda bölərək sizə deyəcəm. Sadəcə əsas nələri əzbərləməliyik, xüsusi nələrə diqqət etməliyik. Bunlara vurğulayıram. Birinci kateqoriyanı da ən yaxşı əzbərləsək yaxşı olar. Göründüyü kimi Ali Məclisdir, Naxçıvan Ali Məclisidir, Nazirlər Kabinetidir. Aha. Baxın, qabaq nazirliklərin, yəni Mərkəzi İcra Hakimiyyətinin orqanlarında nazirliklər var, bilirsiniz, Mərkəzi İcra Hakimiyyət orqanlarıdır. Nazirliklər qabaq ikinci kateqoriya idi, aparatı. İndi bir pillə qalxıb olub birinci kateqoriya. Nazirliklər deyəndə, yəni nazirliklərin aparatı. Yəni bunu nazirliyin hər hansı bir yerli bölməsindən biz qarışdırmayaq. Ola bilər ki, tutalım Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin hər hansı yerli bölməsi. Bunu qəti qarışdırmayaq ha. Yəni bu dedikdə nazirliyin özü nəzərdə tutulur. Tutalım Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və s. və s. Bütün nazirliklər hansıları varsa, bunlar hamısı birinci kateqoriyadır. Qabaq nazirliklər ikinci kateqoriya idi. Və həmçinin digər müvafiq icra hakimiyyəti orqanları var. Tutalım, Qida Təhlükəsizliyi Agentliyidir, hər hansısa bir komitə idi, hansı ki müstəqil komitə, birbaşa prezident tərəfindən təyin edilir. Onlar da nazirliklərlə bərabər qabaq ikinci kateqoriya idi. İndi nazirliklər bir pillə qalxıb olub birinci kateqoriya, həmin o müstəqil agentliklər, komitələr qalıb ikinci kateqoriyada. Yəni bunları qarışdırmayaq. Bilək ki, əsas dəyişikliklərdən biri də budur. Və birinci kateqoriyada Naxçıvandan bilək ki, yalnız, bir də Nazirlər Kabineti, Naxçıvanın Nemeri Nazirlər Kabineti qabaq ikinci kateqoriyada, indi birinci kateqoriya olub. Nemerin, yəni Naxçıvanın bilək ki, 2 dənə var birinci kateqoriyada. Bunlardan Ali Məclisdir, bir də Nazirlər Kabinetidir. Bunu qısa olaraq bilək ki, birinci kateqoriyada Nemerdən biz indi dərslərdə deyəndə, namizədlərlə və s. və ilaxır hazırlaşanda Nazirlər Kabinetini qısa olaraq NK deyə adlandırırıq. Amma bunun daha bir də qabağına, yəni birinci kateqoriyada bir də ANK əlavə edirik. Yəni Ali Məclis Nazirlər Kabineti. Birinci kateqoriyada Naxçıvandan 2 orqan var. Bunu unutmayaq. Həmçinin burada ombudsman var, hesablama palatası var və s. və ilaxır. Gəldik ikinci kateqoriyaya. İkinci kateqoriyada hansı orqanlardır əsas? Naxçıvan Ali Məhkəməsidir, prokurorluğudur, ombudsman aparatıdır, Naxçıvan Bakı nümayəndəliyidir, Mərkəzi İcra Hakimiyyət orqanlarıdır, nazirliklər istisna olmaqla bayaq vurğuladım. Tutalım Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Statistika Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi. Bunlar hamısı ikinci kateqoriyadır. Lakin nazirliklər birinci kateqoriyadır. Bayaq demişəm. Mərkəzi Seçki Komissiyasıdır, Korrupsiya Komissiyasıdır, Audiovizual Şuranın aparatıdır və nazirliklərin yanındakı MİHO-lar, yəni Mərkəzi İcra Hakimiyyəti orqanları, onlar hansılardır? Onları indi növbəti izahda mən vurğulayacağam. Burada biz bilək ki, ikinci kateqoriyada Naxçıvanda olan, mən qısa olaraq, kod olaraq POBA qeyd etmişəm. Yəni prokurorluq Nemerdədir, söhbət gedir, qarışdırmaq lazım deyil. Prokurorluq, ombudsman aparatı, B, yəni Bakı nümayəndəliyi, B, A-dakı Ali Məhkəmə. Yəni POBA, Nemerdə POBA ikinci kateqoriyadır. Belə olaraq qısaldılmış variant kimi bunu yadımızda saxlaya bilərik. İndi daha təfərrüatlı, daha ətraflı mən növbəti izahlarda bunu daha da biraz alta inib müəyyən bir şeyləri fərqləndirəcəyik sizinlə. Baxın, bilirsiniz, bizim qarışdırdıqlarımız məhkəmələrdir, daha çox qarışdırırıq. Daha çox qarışdırdığımız prokurorluqlardır. Xüsusən Bakı şəhər prokurorunu qarışdırırıq. Rayon prokurorundan Bakı şəhər prokurorunun yerini qarışdırırıq bəzi hallarda.
Məhkəmələrdə baxın, kommersiya, inzibati, hərbi məhkəmə, ağır cinayətlər məhkəməsində bəzi namizədlər 4-cü sual versən, yəni səhvən 4-cü kateqoriyada bunu qeyd edir. Ali məhkəmə konstitusiyanı tapmaq rahatdır. Yəni o elə böyük bir problem deyil. Məsələn, apellyasiya məhkəmələri. Gəlin baxaq məhkəmələrdə. Yadımızda saxlayaq. Məhkəməyə aid olan yalnız 2 orqan ali məhkəmədir. Daha doğrusu ali kateqoriyaya daxil olan 2 orqan ali məhkəmə və konstitusiyadır. İkinci kateqoriyada isə yalnız apellyasiya məhkəmələri. Bax, bütün apellyasiya məhkəmələrini gördüksə, bilək ki, o ikinci kateqoriyaya aiddir. Yəni biz belə deyək, harda yəni qarşısında apellyasiya məhkəməsi sözü gördüksə, fərqi yoxdur. Rayondan, bölgədən asılı olmayaraq bunu ikinci kateqoriya kimi götürürük. Bunu unutmayaq. Həmçinin kommersiya 4 dənə. Mən burada qeyd etməmişəm. 2H. Bu cür yadımızda saxlayaq. 2H. 2H nədir? Kommersiya, inzibati, hərbi məhkəmə, ağır cinayətlər. Bunlar 3-cü kateqoriyaya aiddir. Yəni 2H 3-cü kateqoriyadır. Məhkəməyə, yəni kommersiya, inzibati, hərbi. Nə qədər rayon məhkəməsi varsa, Nərimanov rayon, Lənkəran rayon, Salyan rayon, fərqi yoxdur. Bütün rayon məhkəmələri, ümumiyyətlə rayon sözü gördüksə qarşısında, hardasa rayon sözü gördüksə, bilin ki, rayon 95% hallarda 4-cü kateqoriyaya aiddir. Rayon məhkəmələri 4-cü kateqoriyadır. Bunu unutmayaq. Yəni məhkəmələr bildiyi ali məhkəmə, konstitusiya ali, yəni qarşısında ali gördüksə, bilək ki, bu ali kateqoriyadır. Bu ali məhkəmə ali kateqoriyadır. Konstitusiya, apellyasiya 2-ci kateqoriya, 2H, yəni kommersiya, inzibati, hərbi məhkəmə, ağır cinayətlər 3-cü kateqoriya, rayon məhkəmələri isə 4-cü kateqoriyadır. Gəlin keçək digər bizim fərqləndirməmizə. Gəldik prokurorluqlara. Prokurorluqlarda da belə bir biz yanlışlıqlara bəzən yol veririk, yəni özümüzdən asılı olmayaraq, yəni çünki hər sözün qarşısında prokurorluq var, xüsusən Bakı şəhərinin rayon şəhər prokurorluqlarını qarışdırırıq. Baxın, baş prokuror bilək ki, 1-ci kateqoriyadır. Biz nə demişdik? Ali kateqoriyada prokurorluq və Nemeyer yoxdur, yəni Naxçıvan yoxdur. Baş prokurorluqdursa, yəni prokurorluğun ən yüksəyidir kateqoriya olaraq. Baş adından gördüyü kimi baş, yəni 1-ci kateqoriya ən yüksəyidir. Hərbi prokurorluq. Bütün hərbi prokurorluqlar 2-ci kateqoriyaya aiddir. Yəni hərbi prokurorluq 2-ci kateqoriyadır. Biz bəzən Bakı şəhərindən rayon şəhər prokurorluğu, yəni Bakı bilək ki, Bakı şəhər prokurorluğu 3-cü kateqoriyadır. Rayon şəhər prokurorluğu isə 4-cü kateqoriyadır. Bayaqlarda vurğuladığım kimi, rayon sözü gördüksə, məsələn, Nərimanov rayon prokurorluğu, tutalım Nəsimi rayon prokurorluğu, nə bilim Ağcabədi rayon prokurorluğu, Ağdam rayon prokurorluğu və s. və ilaxır. Qarşısında nə rayon sözü gördüksə, bilək ki, bunlar 4-cü kateqoriyaya aiddir. Yəni bir daha qeyd edirəm. Baş prokurorluqdan baş sözünü fərqləndirməklə bilirik 1-ci kateqoriya, hərbi prokurorluq 2-ci kateqoriyaya aiddir. Yəni pillə-pillə gedirik. Tək şəhər sözü Bakı şəhər bilin, bax, tək Bakı şəhər, Bakı 3-cü kateqoriyadır. Bakını da belə yadımızda saxlayaq ki, paytaxt. Yəni paytaxtsa bütün şəhərlərin başçısıdır da bir növ, yəni simvolik belə deyək, belə ifadə eləyək. Bakıdsa bu şəhərin içərisindən fərqlənir. Yəni olur Bakı şəhər. Buradakı şəhərlərdən belə deyək. Rayon şəhər prokurorluqları isə 4-cü kateqoriyadır. Bayaq bu mərkəzi icra hakimiyyəti orqanları haqqında biz danışdıq, yəni üstündən keçdik, amma ümumi olaraq daha biraz da ətraflı məlumat versək, daha da yaxşı olar. Bayaqları dediyimiz kimi, qabaq nazirliklər 2-ci kateqoriya idi, yəni nazirliklərin aparatı, İqtisadiyyat Nazirliyi idi, Elm və Təhsil Nazirliyi idi, Mədəniyyət Nazirliyi idi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi idi. Bütün, yəni nazirlikdə nə gördüksə 1-ci kateqoriyadır. Mütləq və mütləq bilək bunu. Gəldik, baxın, bayaqları burada ötən slaytda keçəndə hansı ki, MİHOlar var idi, onlar MİHOların yanında yaradılan
agentliklər, komitələr, onları biz dedik ki, ikinci kateqoriyada. Onlar hansı ikinci kateqoriyadır? Belə deyək, onlar həmin kateqoriyadır ki, məsələn, nazirliyin yanında yaradılan agentlik komitədir. O agentlik komitənin rəhbəri prezident tərəfindən, yəni rəhbəri və müavini, prezident tərəfindən təyin edilir. O aiddir ikinci kateqoriyaya. Bax, belə fərqləndiririk. Təkrar deyirəm. O nazirliyin yanında, yəni MİHO-lar yaradılan nazirliyin yanında olan hansı nazirliklərdə növbəti slaytda açıqlayacağam. Onların yanında yaradılanlar ikinci kateqoriyaya aiddir. Gəldik digər, yəni mərkəzi icra hakimiyyəti, yəni nazirliklərin yanında olan agentliklər var ki, hansı ki, onların rəhbəri və müavini prezident tərəfindən deyil, nazir tərəfindən, yəni mərkəzi icra hakimiyyətinin orqanı rəhbəri tərəfindən təyin edilir. Onlar üçüncü kateqoriyadır. Misal olaraq belə deyə bilərik ki, tutalım Elm və Təhsil Nazirliyinin yanında olan agentliklər var. Məsələn, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər Ümumi Təhsil Agentliyi, Peşə Agentliyi, bunlar hamısı bu kimi agentliklər üçüncü kateqoriyadır. Bunları da hardan fərqləndiririk? Dediyim kimi, onların rəhbərləri hansı ki, prezident tərəfindən deyil, nazir tərəfindən, yəni mərkəzi icra hakimiyyətinin orqanı rəhbəri tərəfindən təyin edilir. Belə bunları yadımızda saxlaya bilərik. Növbəti bayaqları mən bunu vurğuladım ki, hansı ki, mərkəzi icra hakimiyyəti orqanı yanında agentliklər, komitələr var ki, hansı ki, onlar üçüncü kateqoriyadır, amma istisna var ki, ikinci kateqoriyadır. İqtisadiyyat və Mədəniyyət Nazirliklərinin yanında olan agentlik, komitələr birbaşa prezident tərəfindən təyin olunur. Birinci, İqtisadiyyat Naziri və Mədəniyyət Nazirliklərinin yanında olan komitələrin yanında agentlik, komitə gördüksə, onlar ikinci kateqoriyadır. Onları necə biz fərqləndirə bilərik? Məsələn, İqtisadiyyat Nazirliyi yanında komitə hansı komitədir? Məsələn, Əmlak Komitəsi var da, belə deyək. Dövlət Əmlak Komitəsi. Məsələn, bu ikinci kateqoriyadır. Nəyə görə ikinci kateqoriyadır? Bayaq da dediyim kimi, hansı ki, rəhbər və müavinləri prezident tərəfindən təyin olunur. Buna əsasən bunları fərqləndirə bilərik. Təkrar qeyd edirəm, mərkəzi icra hakimiyyəti orqanları, yəni nazirliklər özü birinci kateqoriyadır. Digər müstəqil agentliklər var, hansı ki, tutalım, Dövlət Statistika Komitəsidir, Qida Təhlükəsizliyi Komitəsidir, Dini İşlər üzrə Komitədir və s. və l. Bunlar ikinci kateqoriyadır, hansı ki, prezident tərəfindən təyin edilir müstəqil olaraq. Və mərkəzi icra hakimiyyəti orqanlarının, yəni MİHO-ların yanında agentliklər, komitələrin hamısı üçüncü kateqoriyadır, hansı ki, onların rəhbər və müavinləri nazir tərəfindən təyin olunur, yəni mərkəzi icra hakimiyyəti orqanı rəhbəri tərəfindən təyin olunur. Lakin istisna hal var. İstisna hal budur ki, həmin nazirliklərin yanında olan agentliklər, komitələr var ki, ikinci kateqoriya sayılır, hansı ki, rəhbər və müavinləri prezident tərəfindən təyin olunur. Bunlar da İqtisadiyyat və Mədəniyyət Nazirliyinin yanında olan komitələr və agentliklərdir. Baxın, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri 4-cü kateqoriyaya aiddir. Bu həm nazirliyə aiddir, həm də müstəqil agentlik və komitələrə. Məsələn, Elm və Təhsil Nazirliyinin hər hansısa bir regional bölməsi və yaxud da əksinə Qida Təhlükəsizliyi Agentliyinin hər hansısa regional bölməsi. Burada belə bir fərq yoxdur. Həmçinin prezidentin MİHO-ların yanında olan agentlikləri var idi, hansı ki, prezident tərəfindən rəhbəri və müavini təyin olurdu. Onların da yerli bölməsi 4-cü kateqoriyadır. Amma həmin bu mərkəzi icra hakimiyyəti orqanlarının yanında agentliklər, yerli bölmələr var. Onların yerli bölmələri isə 5-ci kateqoriyadır. Tutalım, misal olaraq bunu biz verə bilərik ki, belə deyək, Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şəki regional bölməsi və s. və l. Bu artıq olur 5-ci kateqoriya. Amma nazirliyin özünün yerli bölməsi isə olur 4-cü kateqoriya.
Düşünürəm aydındır, keçək növbətiyə. Aha, gəldik yerli icra hakimiyyətlərinə. Yerli icra hakimiyyətlərində belə bir şey var. Bütün icra hakimiyyətləri 4-cü kateqoriyadır. Bax, Nərimanov, Nəsimi rayon, Şəki rayon, Zaqatala, Lənkəran rayon, Salyan rayon fərq etmir. Bütün icra hakimiyyətləri hamısı 4-cü kateqoriyadır, hamısı. Amma biri istisna. İcra hakimiyyəti bircə Bakı şəhər icra hakimiyyəti 2-ci kateqoriyadır. Həmçinin icra başçılarının ərazi üzrə nümayəndəlikləri var. Həmin o nümayəndəliklər 5-ci kateqoriyadır. Bunu fərqləndirək. Təkrar deyirəm. Bütün icra hakimiyyətləri, rayon icra hakimiyyətləri 4-cü kateqoriyadır. Bakı şəhər icra hakimiyyəti bircə isə 2-ci kateqoriyadır. Yəni bunu biz bir-birindən fərqləndirməyi bacaraq bilək ki, nədir? Deməli belə, yoldaşlar, burada mən bəzi məqamları sizin diqqətinizə çatdıracağam indi. Məsələn, baxın, biz dedik ki, ombudsman 1-ci kateqoriyadır, 1-ci kateqoriyadır. Amma ombudsmanın regional bölmələri 3-cü kateqoriyadır. Yəni bunu qeyd edin, bu cür biləsiniz, yəni. Bu qədər, yəni kiminlə sualı olarsa, yəni bu video rekorda baxıb kiminlə sualı olarsa, mən nömrəmi burada qeyd etmişəm. Həmin sualı mənə verə bilər. WhatsApp-ımı bilir, yəni WhatsApp-a yaza bilər və sair və ilaxır ünvanlaya bilər. Yəni bizim növbəti video izahımız təsnifatların tapılması olacaq. Həmin təsnifatlarda biz təsnifatları necə tapmalıyıq? Lakin onu da vurğulayım ki, təsnifatları tapmaq üçün kateqoriyaları mütləq və mütləq əzbər bilməliyik. Ya təsnifatları əzbərləməliyik, bu biraz çox çətin prosesdir, ya yadda da qalar qalmaz, bilinmir, imtahanın stresindən qarışdıra bilərik. Ən yaxşısı onun müəyyən kodlarla, müəyyən açar sözlərlə bir-birlərindən fərqləndirməkdir. Növbəti video izahımız təsnifatlar haqqında olacaq.